Yuvanın səssiz izləri ucsuz-bucaqsız dağların ətəyində illərin izlərini, torpağın zəngin tarixini və nəsillərin unudulmaz xatirələrini özündə cəmləşdirən Günəşliyə adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları hər küncündə keçmişin səmimi nağıllarını, əcdadların sirlərini və təbiətin sonsuz dəyişkənliyini danışırdı. Kəndin hər yanından yayılan o tanınmış ev qoxusu yalnız fiziki bir məkanın deyil, eyni zamanda insan ruhunun dərinliyində doğan sarsılmaz bir yuvanın izlərini əks etdirirdi. Hər səhər dağ zirvələrindən süzülən günəş şüaları kəndin üzünə düşəndə axan çayların şırıltısı, yarpaqların pıçıldadığı sükut və evlərin divarlarında asılmış köhnə şəkillərin danışdığı xatirələr insanlara yuvanın, evin əsl mənasını, dərin sevgini və əbədi bağlılığı xatırladırdı. Bu yuvada yalnız fiziki varlıq yox, həm də keçmişin, sevinclərin, kədərin, inamın və ümidin izləri yaşanırdı. Gənclik illərində ev insan üçün yalnız sığınacaq, yalnız isti künc deyildi, o, eyni zamanda gələcəyin ümidini, sevginin, mərhəmətin və sarsılmaz inamın mənbəyi idi. Bu kənddə böyüyən Arif, uşaqlığının keçdiyi dar küçələrdə, evinin pəncərəsindən sızan günəş işığında və ailəsinin dodaqlarından axan isti kəlmələrdə ev sözünün nə qədər dərin mənaya malik olduğunu öyrəndi. Lakin illər keçdikcə Arif uzaq diyarlara, böyük şəhərlərə, həyatın sərt reallıqlarına qovuşdu. O, illərlə yad evlərdə, qəribə insanlarla, yad xatirələrlə yaşadı, amma ürəyində həmişə evin, doğma torpağın və nəsillərin səmimi yuvasının əbədi izləri yanırdı. Bir gün illərin yorğunluğunu, uzaq diyarlarda qalan o səmimi xatirələri geridə qoyaraq, Arif Günəşliyə kəndinə geri dönməyə qərar verdi. Qayıdış yolu onun üçün yalnız fiziki bir geri dönüş değildi, o, öz iç dünyasına, unudulmuş duyğularına və keçmişin dərin hikmətinə yenidən qovuşmaq istəyirdi. Dağ yolları boyunca addımlayarkən o, uşaqlıq illərində oynadığı, evin qabağındakı bağlarda gül qoxusunu udduğu, axan çay kənarında dostları ilə səmimi söhbətlər etdiği anları xatırlayırdı. Hər bir daş, hər bir ağac sanki yuvanı, evin dərin mənasını, onun qəlbinə çatdırırdı. Kəndə çatanda Arifin gözləri köhnə daş evlərə, divarlarda asılmış ailə şəkillərinə və hər küncdə gülümsəyən tanışlara ilişdi. Hər şey biraz dəyişmiş, amma ruhun dərinliyindəki o əbədi isti yuvanın izləri heç vaxt yox olmamışdı. Kəndin hörmətli və mərhəmətli adamlarından Əli bəy hələ də eyni səmimi və dərin sözləri ilə gənclərə həyatın mənasını öyrədirdi. Məclisdə toplanan insanlara o deyirdi: "Əziz övladlarım, ev yalnız bir bina, yalnız daşlardan ibarət bir tikilidir. Ev bizim qəlbimizdə, ailəmizdə, keçmişimizin səmimi xatirələrində və gələcəyin ümid dolu arzularında yaşayır. Hər birimiz bu evin bir parçasıyıq, keçmişin acı dərslərini, sevincli anları və narahatlıqları daşıyaraq gələcəyə ümidlə baxmalıyıq." Bu sözlər Arifin qəlbindəki unudulmuş xatirələri canlandırdı və o, öz uşaqlığının keçdiyi, qəlbində sarsılmaz sevgi və bağlılıq daşıyan hər küncü yenidən kəşf etməyə başladı. Atasının evində, köhnə otaqlarda, divarlarda asılmış şəkillərdə o, nəsillərin xatirələrini, sevinclərini və acılarını tapdı. Hər bir kitab, hər bir məktub, hər bir eşitdiyi hekayə ona ev sözünün əsl mənasını, sevgi, mərhəmət, bağlılıq və sarsılmaz inamı bir daha xatırladırdı. Arif, kəndin dar daş yollarında addımlayarkən meşənin dərinliyinə doğru yönələn yolları, axan çayın səsini və uşaqlıqda oynadığı bağların xatirələrini bir araya gətirərək, həyatın keçmişi ilə gələcəyin arasındakı incə sərhədi hiss edirdi. O, anladı ki, evin dəyəri yalnız fiziki varlıqdan ibarət deyil, o, həm də insanın ruhunun, xatirələrinin və sarsılmaz ümidinin toplusudur. Hər bir küncdə, hər bir daşda, hər bir qoxuda, evin səsi, ailənin sevgisi və keçmişin hikməti öz izini buraxırdı. Kənddəki gənclər arasında Arifin qayıdışı böyük bir ilham mənbəyi oldu. Onlar uzun illər şəhərlərdə yaşadıkları yad həyatın ardınca geriyə evlərindən ailələrinə qayıtmağın nə qədər vacib olduğunu dərk etdilər. Kəndin hər küncündən evlərin pəncərələrindən yayılan isti işıqlar, sanki ev sözünün dərin mənasını, sevgi, mərhəmət və sarsılmaz bağlılığı bir daha xatırladırdı. Günlər keçdikcə Arif öz evində atasının qoxusunu, anasının isti dəstəklərinin, bacılarının səmimi gülüşünü və əcdadların xatirələrini yenidən birləşdirdi. O, öz evində baş verən kiçik bayramlarda ailənin birliyinin, dostluğun səmimiliyini və keçmişin dərslərindən alınan inamı qeyd etdi. Evin hər küncündə, hər otağında, hər pəncərəsində keçmişin və gələcəyin qoxusu sanki sarsılmaz bir ümid işığı kimi parıldayırdı. Bir axşam evin sərin otağında ailə üzvləri bir araya gəlib, köhnə şəkilləri, köhnə məktubları və keçmişin hekayələrini oxuyurdular.
Bu anlarda Arif evin içindeki dərin sükutu, keçmişin sevinclərini və kədərini, gələcəyin isə parlaq ümidini hiss edirdi. O, düşündü, evdə olmaq yalnız dam altında, yalnız divarlarda yaşamaq deyil. Ev, ruhumuzun, qəlbimizin dərinliyində sevinclə və kədər ilə qarışan o əbədi səs, o sarsılmaz bağlılıqdır. Hər birimiz bu evin bir parçasıyıq və ev bizə həyatın hər anında dərin mənaları öyrədir. O gecə ulduzların səmasında səmimi işığı altında Arif və ailəsi keçmişin xatirələrini, yaşanmış sevincləri və acıları, eyni zamanda gələcəyin ümid dolu arzularını paylaşdılar. Hər kəs o an evin əsl ruhunun, əbədi yuvanın dərin sirlərini, sevgi, mərhəmət, bağlılıq və sarsılmaz inamı bir daha hiss etdi. Evin hər bir küncü, hər bir otağı, hər bir pəncərəsi sanki 1000 illik hekayələri danışır, unudulmaz xatirələri canlandırırdı. Günlər illərlə davam etdikcə Günəşliyə kəndindəki hər ev, hər ailə öz yuvalarının sarsılmaz dəyərini, keçmişin xatirələrini və gələcəyin ümidini dərin şəkildə hiss edirdi. Arifin qayıdışı yalnız şəxsi bir geri dönüş değildi, o, bütün kəndin, bütün ailələrin, bütün insanın içindəki ev və sözünün əsl mənasını, sarsılmaz sevgi və mərhəmət üzərində qurulmuş, keçmişin və gələcəyin birləşdiyi o əbədi yuvanı yenidən canlandırdı. Hər səhər dağ zirvələrindən süzülən günəş şüaları evlərin pəncərələrindən içəri girərək, insanların qəlbində o sarsılmaz sevgi və bağlılığın işığını artırırdı. Hər axşam gün batarkən evin divarlarında asılmış köhnə şəkillər, keçmişin izlərini, uşaqlığın səmimi gülüşlərini və nəsillərin öyrətdiyi dərsləri yad edirdi. Bu anlarda ev yalnız daş və kərpicdən ibarət tikillər değildi, o, insanın ruhunda, qəlbində və xatirələrində əbədi olaraq yaşayan, sarsılmaz bir yuvaya çevrilirdi. Arif, keçmişə geri dönüşünün dərin mənasını anladıqca, evin ona verdiyi dəyəri, ailəsinin və kəndin birliyini və ümidin parlaq işığını hər gün daha da dərin hiss edirdi. O, artıq bilirdi ki, hər bir kədər, hər bir narahatlıq insanı daha da gücləndirir, hər bir acı, hər bir itki əslində həyatın ona verdiyi bir dərsdir. Və bu dərslər evin dərinliyindən, ailənin səmimi qucağında, kəndin dar daş yollarında və axan çayın səsi arasında əbədi olaraq iz buraxır. Beləliklə, yuvanın səssiz izləri adını verdiyimiz bu hekayə yalnız Arifin şəxsi səyahətini deyil, bütün Günəşliyə kəndinin, bütün ailələrin və hər bir insanın içindəki ev hissinin, keçmişlə gələcəyin birləşdiyi, sevgi və mərhəmətin sarsılmaz gücünü əks etdirən dərin bir dastan kimi nəsillərin yaddaşında əbədi yaşadı. Hər kəs evlərinin, ailələrinin və xatirələrinin sarsılmaz dəyərini ürəklərində daşıyaraq, hər çətinlik qarşısında, keçmişin acı dərslərindən və gələcəyin ümid dolu şüalarından ilham alaraq, sarsılmaz addımlarla həyat yolunda irəliləməyə davam etdi. Beləliklə, ev yalnız bir bina deyil, insanın ruhunun, qəlbinin, tarixinin və ən səmimi xatirələrinin sarsılmaz simvoluna çevrildi. Hər kəs yuvanı evin dərin mənasını öz içində tapdıqca həyatın hər anını, hər çətinliyini sevgi və ümidlə qarşılamağı bacardı. Xatirələr, dərin xəyallar və sarsılmaz inam evin hər küncündə, hər daşında, hər otağında öz izini buraxaraq gələcək nəsillərə də öyrətdi ki, əsl ev, yəni insanın qəlbində yanan sevgi və bağlılıq, heç vaxt unudulmaz. Beləliklə, keçmişə geri dönüşlə kimi deyil, yuvanın səssiz izləri adını daşıyan bu dastan Tolstoyun geniş ürəklə yazdığı kimi, insanın hər kəsindəki dərin, sarsılmaz və əbədi ev hissinin, keçmişin, indinin və gələcəyin birləşdiyi o incə nağılı xatırlatdı. Hər kəs evinin və ailəsinin sarsılmaz dəyərini ürəklərində daşıyaraq, hər çətin an qarşısında sevgi, mərhəmət və inamın daimi işığını tapdı və bu izləri gələcək nəsillərə miras qoydu. Beləliklə, yuvanın səssiz izləri yalnız bir hekayə deyil, hər bir insanın qəlbində, hər bir evin divarında, hər küncdə yaşayan sarsılmaz sevgi, bağlılıq və ümidin əbədi simvoludur. Bu iz həyatın bütün rənglərini, həm acını, həm şirinliyini, həm kədəri, həm də ümidin parlaq işığını bir araya gətirərək nəsillərin ruhunda əbədi olaraq yaşadı.